Salam uşaqlar. Deməli bugün izah edəcəm sizə indiki bugün olan imtahanın suallarını 12 aprel. Deməli yoldaşlar, birinci sual belədir, 57-ci sual. Birinci təbii ki mötərizənin həll olunacaq. Birinci vurma, sonra çıxma yerinə yetirəcəyik. Düzgün olmayan kəsrə çeviririk. 12-ni 4-ə vurub üstünə 3 əlavə edirəm, 51. Vurulsun, deməli 12-ni 4-ə vurduq 48, üzərinə 1 əlavə elədik 51. Vurulsun 2, yəni 2-də 1 çıx 27, bölünsün. -4-də 3-ün kvadratı 16-da 9 eləyir. Bərabərdir. 4-də 102 çıxılsın. Məxrəcinə 1 əlavə edib ortaq məxrəcə gəlsin deyə hər tərəfi 4-ə vururuq. 4-də 108 vurulsun tərsi. Bölmədən sonraki kəsr tərsi çevirdirək. Bərabər. Daha çox izah niyyətinə yox, daha sürətli izah edəcəm uşaqlar. Çünki öz şagirdlərim də gözləyir cavabları oxumaq üçün. Bundan bu gedir 4, 3-ə bölürəm 2, 3-ə bölürəm 3. Eləyir -3-də 8 və yaxud -2,2 D variantı doğrudur. Deməli 58-ci sualda deyir ki, tərkibində 2,8 mis olan 1 ton mis kolçedanından 21 kiloqram mis alındı, nə qədər tikə getdi? 1 ton 1000 kiloqramdır. Bunun 2,5 faizini tapanda 2,5-ə vurub 100-ə bölürük, eləyir 25. 25 olmalı idi, 21 olub. Deməli 4 gedibdi itkiyə. 25-də 4-ü gedib itkiyə, o da 16% eləyir. Doğru cavab B variantı. Aha. Deyir, koordinat müstəvisində A nöqtəsinin koordinatı 4, 1-dir uşaqlar. B nöqtəsi B verilməyib. C nöqtəsi 2, -1-dir. C nöqtəsi 2, -1-dir. C nöqtəsidir. D nöqtəsi 2, 1-dir. Burada. Uşaqlar, aydın məsələdir ki, bunun kvadratı olması üçün, baxın, B nöqtəsi burada olmalıdır. Yəni 4, -1. Doğru cavab olacaq D variantı. Vuruqlara ayırın. A çıx 5-in kvadratı, çıx 4-ün kvadratı kimi yazsaq 60-ı. Olacaqdır A-5 çıx 4. A-5 üzərinə gəl 4. Yəni A-9, A-1. Doğru cavab A variantı. Deməli 61-ci sual. Üçbucağın tərəflərinin uzunluğu 16, 18, 20-dir. Təpələrini verilən üçbucağın tərəflərinin orta nöqtələri olan bunun perimetri yoldaşlar 34, 20, 54-dür. Orta nöqtələri də 27 eləyəcək Y variantı. Tam səthinin sahəsi 6A kvadrat 24-dür. Deməli 1 üzü 4-dür. Tili 2-dir. Tili 2-dirsə həcmi 2-nin kubu 8 eləyəcək C variantı. Çevrənin uzunluğu 2 pi-r'dir. Deməli L bərabər 2 pi-r ya da pi-d 32 pi-dirsə pi-lər gedir. Deməli diametr 32-dir. Bizdən radius istəyir 16. A variantı doğrudur. Müqayisə edin. 64-də A -5-in kvadratı 25-dir. B mənfi qarşıda 5-in kvadratı -25-dir. C -5-dir. Müqayisə eləsək əgər 25 böyükdür -5-dən, o da böyükdür -25-dən. Yəni A böyükdür C-dən, o da böyükdür B-dən. C variantı doğrudur. Əmin olun sizin qədər, mən də həyəcanlıyam. Çünki şagirdlərim bugün imtahan verib. Kəsrin məxrəci sürətindən bir vahid böyükdür. Məxrəc sürətdən bir vahid böyükdür. Belə, bu kəsrin tərsi, bu hardasa istifadə olunmuş sualdır. X-da x plus 1 bərabərdir 2,5. Uşaqlar, 205. 5-ə ixtisar aparsaz 20-də deməli 41 eləyir. 20-də 41. Və yaxud da bu nə deməkdir? 2,20-də 1. Belə tapa biləcəyik. Variantları yerinə qoymaq daha rahat olardı, əmin olun qapalı sualdır deyə. Baxaq görək bizim yoldaşlar B variantıdır yazıb. Uşaqlar, burada necə eləyəcəksiniz? Ortaq məxrəcə gətirib kvadrat tənliklə yerinə yetirə bilərsiniz. Və yaxud da yazıb 5-də 4, bir dənə yoxlayım əsas. Ortaq məxrəci 20-dir. Bunun hər tərəfini deməli vurmalıdır 4-ə. 16 plus bunun hər tərəfi 5-ə. Əla, əhsən. 25 eləyir 20-də 41 doğrudur. B variantı olacaq doğru cavab. 66-da bölünən 496, bölən bilinmir neçədir? Qismət 4 qalıq 96-dır. Bölünən bərabərdir, bölən vurulsun, natamam qismət üzərinə gəlinsin qalıq. 400-dən 96 çıxıram 400, 4x 400-dürsə, deməli x nəyə bərabərdir? 100-ə. Doğru cavab C variantı. 25-dən yoldaşlar 5 çıxır. 4-ün üstə 5 gələndə 9 eləyir. Kök altı 9-dan 3 çıxır. Doğru cavab A variantı. Əla, bura qədər.
Yoldaşlar 68-də yuxarıdan 7-ni çıxardırıq D plus C, aşağıdan 21-i çıxardırıq D plus C. Bunlar gedir. 7-yə xısar aparanda 3-də 1 A variantı doğrudur. 69-da vurub açın əvvəlcə. Mənfi 1/5x-i əgər vursaq 3 bölü x-a 3-ə böləndə 0/5x kvadrat. Mənfi 1/5x-i mənfi 2-yə vuranda müsbət 3x. Mənfi 2-ni qoyaq yerinə. Mənfi 2-nin kvadratı 4. 0/5 4-ə vurulur. 3-ü vuraq x-a, yəni mənfi 2-yə. 2 çıxılsın 6, o da mənfi 4. B variantı tamamilə doğrudur. Deyir, tənliyin köklərindən biri mənfi 5. Aparın yerinə qoyun. Köklərindən biri mənfi 5. Digəri 3-dürsə uşaqlar, çevrilmiş kvadrat tənlik kimi düşünsəz əgər, çevrilmiş olmasa da fərqi yoxdur. Aparıb yerinə qoya bilərsiniz. Deməli, A-nın yerinə mənfi 5 qoyub o cürdə düşünmək olar. Baxın, A-nın yerinə köklərindən biri mənfi 5, biri 3-dür. O deməkdir ki, x-in yerinə mənfi 5 və 3 qoyanda bərabərlik ödəyir. Mənfi 5-i qoyanda 25A çıxılsın 5B üstə gəl C0-a. 3-ü qoyanda 9A üstə gəlinsin 3B üstə gəl C bərabər 0-a. Doğru mu? Bunlar gedir yoldaşlar. Buradan sistem tənlik də alındıra bilərsiniz. A ilə B-nin nisbətini yuxarıdan da tapmaq olar, aşağıdan da. Burada bir dəqiqə niyə belə oldu? Mənfi 5 qoyduq, 25 çıxılsın 5B üstə gəl C. Aha, 3 qoyduq, 9 üstə gəl 3B üstə gəl C bərabərdir 0-a. Nisbətini istəyir. O da 2 tapıb yoldaş. Çevrilmiş kvadrat tənlik nə yazıbdır da? Tamam, olar. Elə də olar, bir dəqiqə. Buradan da alınmalıydı axı. Tərəf-tərəfə çıxsaq, nə alınacaq da? Tərəf-tərəfə çıxır be, benim yanında. Deməli, tərəf-tərəfə çıxanda uşaqlar 16A çıxılsın 8B 0-a. Bəli, 16A 8B-yə. Aha, B böl 16-nı istəyir bizdən. B vurulmalıdır 8-ə, A vurulmalıdır 16-ya. Cavab 2 eləyir, tamamilə doğrudur. 71-də bu ədədlərlə mütənasib bölün. X, 2x, 3x, cəmi 6x 180-dir. 186-ya bölürəm 30. 30, 60, 90 doğru cavab B variantı. Oxşardılar, deməli nisbətlər bərabər olmalıdır. A-nın qarşısındakı 4-ün, Y-nin qarşısındakı x plus 4-ə, 2x minus 5-in də 6-ya. Çarpaz vurursam, 4-ün x plus 4-ə, doğru. Deməli, 2 xəttin qabağında 2x minus 5-in 6-ya doğru. Çarpaz vuraq uşaqlar. X plus 4 vurulacaq. 2x minus 5, 24. 2x kvadrat çıx 5x üstə gəl 8x çıx 20, 24-ə. 2x kvadrat üstə gəl 3x çıx 44, 0-a. Diskriminantla eləsək 9 çıxılsın. Deməli, b kvadrat minus 4ac bərabər 9 üzərinə gəlsin 44-ü vursaq, deməli 8-ə 2, 3 yadda yoldaşlar, 32 3 yadda 352, 361, o da 19-un kvadratıdır. Mənfi 3 üstə gəl 19 bölü 2 vur 2. Yəni 16 bölü 4, 4 eləyir. X 4 elə, x istəyir, əla, doğru. 73-də deyir 32A üzərinə gəl 2B cüt ədəddir. Tamam. A üstə gəl B-nin ən böyük qiyməti yoldaşlar. Bununla ikisinin də cəmi cüt ədəd olarsa. Cəmin cüt ədəd olması üçün 2 versiya var. Baxın. Cəmin cüt ədəd olması üçün 2 versiya var. Ya hər ikisi təkdir. Onda 9 üstə gəl 9 ən böyük rəqəmlərdən istifadə edirəm ki, cəm ən böyük olsun. Eləyir 18. Aydındır mı? Niyə bu belə yazıbdır? Ay. AB bərabər deyil deyir, hə. Şuralı qorxdum ki, səhv yazıb. Baxın, tək olması üçün deməli 2 versiya var. Hər ikisi təkdirsə, deməli 9 9 qoysa, özdə A-nın B-dən fərqli olduğunu da qeyd edir ha yoldaşlar. 9 o zaman biri 9-dursa, digəri olsun məsələn yoldaşlar 7. Ən böyük ədədlər, düzdürmü? Cəmi cüt olur onda. Yox, bunu səhv eləyib. Cəmi cüt ədəd olarsa A plus B-nin ən böyük qiymətini tapın. Bu da səhv eləyib, bax. A 9 olsun, tək ədəd olanda. B də məsələn 9 ola bilmirsə 7 olsun. O zaman cəmi neçə eləyəcək? 16. Düzdürmü? 16 eləyəcəkdir. A əgər ən böyük hal bu oldu. Hər ikisi cüt olanda ən böyük hal isə
0, 8-dən 6 da onlar 14 eləyir. Cavab 16 olacaqdı. Bax, onu səhv eləyibdir. Çox primitiv bir sualı səhv eləyib. Cəm cütədə də olarsa plus B ilə böyük qiymətini tapın. Çox naxaq. 74-də deyir, absis -4-dür. Aparıb x-in yenə -4 qoyursunuz. -8 üstə gəl y5-ə, y 13-ə bərabərdir. Tamam, qaraldılıb. 73 çox sadə bir sual idi. 75-də yoldaşlar. Diqqətlə baxın. Birdən uşaq diqqət istəyəməz. Mən eləyərəm. Cütədə olarsa, cəm cütədə olarsa, bəli. Son rəqəmlər ən böyük, A plus B ən böyük qiymət deyirsə, ən böyük götürməliyik. 9 götürsəm 18 eyni rəqəmlə qutara bilər, amma qeyd edir ki, deməli AB-dən fərqlidir. Ona görə 9 və 7 götürmək lazım idi. 8, 6 ya digərləri ödəməzdi. Çox asan bir sual. 75-də bir təpəsidir koordinat başlanğıcında olan diaqonalı kəsişmə nöqtəsi K olan kvadratın sahəsini tapın uşaqlar. Baxın, diaqonalların kəsişmə nöqtəsi, bu əgər diaqonalların kəsişmə nöqtəsidirsə, buradan bura qədər olan məsafə diaqonalın deməli yarısıdır 4. Bura 4, diaqonalımız 8-dir. D kvadrat sahəsi olacaq D kvadrat bölü 2. Yəni 64 bölü 2, o da eləyəcək 32. Bunun hər tərəfini 2-yə bölürsünüz. -1/5 kiçik bərabər x, kiçik bərabər 5/5. Tam həllər -1, 0, 1, 2, 3, 4, 5-dir. Cəmində də bunlar islah gedəcək. 2, 3, 4, 5, o da eləyir 14. Doğrudur. X minus y istəyir. Uşaqlar, burada necə eləyə bilərsiniz? X minus y-in modulunu tapmaq üçün kök altında onu belə yazmaq olar. X minus 2-nin kvadratı kimi. Deyəcəm, necə eləyək burada? Baxın. Eləyəcək x kvadrat, y kvadrat çıx kimisli. Düzdürmü? Bunu tərəf-tərəfə çıxsanız. Baxın, bu bərabər tənliyi tərəf-tərəfə çıxsaz. -10xy bərabər 10-a, xy bərabər -1 alırsınız. xy -1-dir. xy -1-dirsə, gətirin birinizi də qoyaq yerinə. X kvadrat üstə gəl 7, üstə gəl y kvadrat 14 olur. Deməli, x kvadrat, y kvadrat cəmdə 7-dir. 7-dən çıxanda -1. Bu niyə belə oldu? Aha. Deməli, yoldaşlar, tərəf-tərəfə topladığı x kvadratlar, y kvadratlar getdi. -10xy 10-a, xy -1-ə bərabərdir. Bunu tapdıq. 2 qatı olacaq -2. Düzdürmü? -1-i də mənfiyə vuranda müsbət olacaq. Kök altında 9, oradan da 3 çıxır. Bunu da düz yazıb. Gələk 78-ə. Belə bir şəkil verib. A, B, F, C. Buradan da belə uzanıbdır. Deyir ki, YF BYS-ni tənböləndir. YF tənböləndir uşaqlar. Bu dimdə var. S7 bucağı deyir 50 dərəcədir. Bura 50-dirsə 180-dən 50 çıxıram. 65, 65 bura olur. 130 burada 50 olur yoldaşlar. Bizdən AYF-ni istəyir. AYF bucağı bu ikisinin cəmi 115 olacaq. 79-da bundan da dimdə var. Bizdə. Deməli, deyir ki, uşaqlar, BM 5-dir. Bura 5-dir. Buranın sahəsi BMB, bu buranın sahəsi 60-dır. Yəni, 5 vurulsun MN, buranın sahəsi. Bölü 2, 60-dır. Deməli, MN 24-dür. Bizdən tələb eləyir AS-ni. Uşaqlar, diqqətlə baxın. Bu üç bucaqla bu üç bucaq konqurentdir. Çünki bu buna bərabərdir, bu buna bərabərdir. Deməli, bura x, burada x olacaq. Baxın, h kvadrat bərabər MN-dən istifadə edirəm. Hündürlüyün kvadratı, yəni 5-in kvadratı bərabərdir. X vurulsun, x plus 24. Vuranda 24 bir-birindən 24, vuranda 25 bir-birindən 24 vahid fərqlənən ədədlər. Deməli, neçə olacaqdır bizdə? 1 və 24-dür. Digər isə bizə verir, deməli, başqa ədəd verəcəkdir. Vurub açsaz da görərsiniz. X kvadrat üstə gəl 24, x çıx 25 sıfıra. Toplayanda -24. Vuranda isə bizə versin -25-i. -25 və müsbət 1-dir. -25 ola bilməz, cavab müsbət 1-dir. Bura 1, bura 1. Toplam AC-nin uzunluğunu istəyir bizdən. Yəni, səhv eləyibə baxın bunu. AC-nin uzunluğu deməli kənarlar 1-1 olduğu üçün 1, 24, 1 eləyir 26. Yoldaş 34 yazıb. Çox naxaq.
H kvadrat həmin düz yazdıqda bəli. 80-ci sualda 24 şagirddən ibarət 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Deyir ki, fizika fənnindən qeyri-məqbul alanların sayı 8, yəni 2 alanların sayı 8. Hər iki fəndən qeyri-məqbul alanların sayı, hər ikisindən 2 alanların sayı 9-dur. Yalnız fizika fənnindən məqbul alanların sayını tapın. Deməli, yoldaşlar, indi yox, burada necədir vəziyyət? Baxın, fizika və kimya deyək. Sinifdə toplamda 24 şagird var. Düzdürmü? Qeyri-məqbul alanların sayı 8-dir. Fizikadan. Yəni, fizikadan 8 nəfər 2 alıb. Düzdürmü? Hər iki fəndən məqbul qiymət alanların sayı. Yəni, hər iki fəndən 5 alanlar üçün diaqram qursaq 5 alan. 5 alan demək, yəni məqbul nədir? Keçənlərdə imtahandan 2, 3, 4, 5 alanlar. Keçənlərdə belə deyək ki, 9 nəfərdir. Yalnız fizika fənnindən məqbul olanlar. İndi qulaq asın. 24 şagird var. 24 şagird var. Düzdürmü? Bunlardan 8 nəfəri fizikadan 2 alıb çıxdım bunu. Nə qədər qalır? 18. Düzdürmü? 18 nəfər. Bu 18 nəfərdən 9 nəfəri hər ikisindən qiymət alıb. 18-dən 8 çıxdım 16. 16-dan 9 çıxdım, bəli 7 nəfər olacaq. Doğrudur. Ya da yoldaş yazan kimi də yazmaq olar. 81-ci sualda cədvəldə deməli 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıllıq seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-99 aralığında olması hadisəsinin ehtimalı. İndi qulaq asın yoldaşlar. Nə qədər tələbə var? 3, 7, 10, 3, 3. Deməli toplamımız 26-dır. Birincinin 70-84 aralığında bal toplama ehtimalı bu ikisidir. 26'da 10'dur. İkincisinin deyir 85-99. Baxın, bir nəfər şagird seçilib ardıcıl. Elə deyil. Ona görə bu sayı 25'ə düşür. Bunlardan da biri gedibdir deyə 9 nəfər olur bunlar. 25 nəfərdən 85-90 aralığı bal yığan 99 aralığı. Yəni 87-93 100 bunlara daxildir. 16'dır. Deməli 5'ə xısar aparıram 5, 5'ə xısar aparıram 2. 2'yə bölürəm 1, 2'yə bölürəm 13. Eləyir 65'də 16. Yoldaş 2 dənə çox primitiv sualları səhv edibdir. Çox təəssüf. Deməli belə. Suallar bitdi məncə.